Hər vaxtınız xeyir olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 2-nin B variantının izahlarına baxmış olacağıq. Keçək uşaqlar birinci ilk sualımıza başlayaq. Birinci sualda bizdən soruşur ki, uyğunluğu müəyyən edin. Yol, sürət və təcil haqqında anlayışlar verib və bunlara hansının uyğun gəldiyini müəyyənləşdirməliyik. Cismin getdiyi yolun bu yola sərf olunan zamana olan nisbətidir. Yəni, elin T-yə olan nisbəti bizə nəyi verir? Sürəti. Demək ki, A variantı ikinciyə uyğundur. Trayektoriyanın uzunluğudur. Nə? Yol. Birinciyə B variantıdır. Vektorial kəmiyyətdir. Əlbəttə ki, biz bilirik ki, həm sürət, həm də təcil vektorial kəmiyyətdir. Ona görə də C bunların hər ikisinə gedir. Vahidi bina sistemində əsas vahiddir. Əlbəttə ki, yolun, çünki metrdir. Sürət dəyişməsinin bu dəyişmə sərf olunan zamana olan nisbətidir. Buna da uyğun gəlir təcil. 3-ə də uyğundur Y variantı. BD, AC, bu da CY. Aşağıdakı kəmiyyətlərdən hansılar cismin hərəkəti zamanı sıfıra bərabər ola bilməz? Nə sıfıra bərabər ola bilməz? Yer dəyişmə sıfıra bərabər ola bilər. Yer dəyişməyə görə sürət də sıfıra bərabər ola bilər. Təcil də sıfıra bərabər olar. Yerdə 2 və 3 qalır. O da C variantıdır. Üçüncü sual. 3 müxtəlif cismin sürət zaman qrafikləri verilmişdir. Grafiklərə əsasən təcilin işarəsini müəyyən edin. Yeyinləşən, yavaşlayan və bərabər sürətli hərəkətə hansılar uyğundur? Deməli, uşaqlar, baxın, birinci qrafik yavaşlayandır. Mənfi. Təcil də burada mənfidir. Deməli, birinci uyğundur A variantı. İkinci qrafik burada bərabər sürətlidir və burada təcil sıfıradır. İkinci uyğundur C variantı, bax bu. Və yerdə qalır təcil müsbət və yeyinləşən, bu da uyğun gəldi B. Deməli, 3-ə B, 2-yə C, 1-ə də A. A variantı uyğun gəldi. Dördüncü suala keçək. Dördüncü sualda bizdən soruşur. Cismin təcili hansı düsturla hesablanır? Biz bilirik ki, təcil A bərabərdir V minus V0 bölünsün T düsturu ilə hesablanır. 5-ci sual. Cismin sürət zaman qrafiki şəkildə kimi verilmişdir? Qrafikə əsasən başlanğıc sürəti, son sürəti, təcili və hərəkətin yeyinləşmə və yaxud yavaşlayan olmasını izah etməliyik. A variantında da 5-ci sualda bu tipdə amma rəqəmləri dəyişik formada geniş ətraflı izah vermişdim. Başlanğıc sürət var burada, bax 40-dır. Ona görə yazacağım V0. Başlanğıc sürəti soruşur burada. V0 bərabərdir 40 metr bölünsün saniyə. Son sürəti soruşur. Qrafik aşağıya doğru hərəkət edir və bu nöqtədə 0-a bərabər olur sürət. Son sürətə V bərabərdir 0 metr bölünsün saniyəyə. Təcilin hesablanmalıdır. Təcilin düsturu bilirik ki, A bərabərdir V minus V0 bölünsün T'dir. Gətirib yerinə qoysam, V nə qədərdir? 0 minus 40 bölünsün, zamanımız da 20-dir. Mənfi 40-ı 20-yə bölsəm, bu da ediləcək mənfi 2 metr bölünsün saniyənin kvadratı. Deməli, mənim təcilüm oldu, mənfi 2 metr bölünsün saniyənin kvadratına. Hərəkətin yeyinləşən və yavaşlayan olması, burada həm təcili mənfi olduğunu gördük, həm də qrafikdən aydındır ki, bu cisim yavaşlayan hərəkət edir. Yavaşlayan. Belə, indi keçək uşaqlar 6-cı suala. 6-cı sualda hansı sualın soruşduğuna baxaq. Bərabər yolları müxtəlif sürətlə gedən cismin orta sürətini hesablamaq üçün düstur. Biz bilirik ki, əzbər şəkildə V bərabərdir 2-də 1, V1, V2 bölsün, V1 plus V2-dir. 7-ci sual. Bakıdan Qobustan abidələrini görməyə gedən turisti aparan minik avtomobili 24 metr bölünsün saniyə sürətlə hərəkət edir və bizdən soruşur ki, burada Qobustandan Bakıya yenə sabit sürətlə qayıtdığını nəzərə alaraq həmin sürəti tapmaq lazımdır. Yenə də izah edək. Düzdür, mən bu məsələni A variantında yenə də geniş ətraflı izah etmişdim, amma yenə də baxaq. Deməli, A nöqtəsindən B nöqtəsinə doğru avtomobil gedir. Yəni, Bakıdan Qobustana doğru gedir. Və getdiyi zaman, gedən zaman sürətimiz V bərabərdir 24 metr bölünsün saniyə olur.
V gedən yazaq və ya V1 yazaq buna. Turistin Qobustan qoruğuna gedib eyni trayektoriya ilə Bakıya qayıtdığı müddətdə bütün yol boyu orta sürəti, yəni V ortamız, V orta bərabərdir 16 metr bölsün saniyədir. Onun Qobustandan Bakıya yenə sabit sürətlə qayıtdığını nəzərə alaraq həmin sürəti. Yəni V qayıdan zaman, V qaydana da V2 deyirəm. Soruşur ki, sürət nə qədər olmuş? Yəni gedən zaman sürəti var 24'dür, qayıdan zaman sürəti nə qədər olur? Onu istəyir bizdən. Orta sürətimizin düsturundan istifadə etsək, V orta bərabərdir. 2V1 vurulsun V2 bölünsün V1 plus V2'ye. Və yerinə qoyaq, həll edək. V orta 16 bərabərdir. 2 vurulsun V1'imiz 24 vurulsun V2 yoxdur, onu axtarıram. V1'imiz 24 plus V2'ye. Əssalam. İndi həll edəcəyik. Həll edək. Digər hissəsin yuxarı hissədən yazıram. Deməli, 2 vurulsun 24 olacaq. 48 vurulsun V2 bərabərdir. 16 vurulsun 24 plus 16 V2'ye. 48'dən 24 16'nı çıxanda edəcək 32 V2 bərabərdir. 16 vurulsun 24. Buradan da V2'ni tapsan bərabərdir. 32 ilə 16 ixtisar geçəcək. Burada qalacaq 2. 2V2 bərabərdir 24'də. V2 də bərabərdir 12 metr bölünsün saniyə. Tapdıq ki, avtomobil qayıdan zaman 12 metr bölünsün saniyə sürətlə qayıdılmış. Belə. 7-ci məsələni həll etdiyimizə görə keçək indi 8-ci məsələni həll edək. 8-ci məsələdə bizdən soruşur. Sükunət vəziyyətindən 0,5 metr bölünsün saniyə kvadratı. Təcillə hərəkətə başlayan avtomobilin 6 saniyə üçün sürət zaman qrafiklərini qurun. Başlayaq qurmağa. Deməli, bizə təcil verib. A bərabərdir 0,5 metr bölünsün saniyənin kvadratına. Və ilk 6 saniyə üçün sürət zaman qrafikini qurmalıyıq. Son sürətimizin düsturu V son bərabərdir V0 plus AT olduğunu bilərək birinci, ikinci və ilk 6 saniyə üçün sürət zaman qrafiklərini qurmuş olacaq. V1 üçün yazsam, V1 bərabərdir. Baxın, sükunət vəziyyətindən dediyinə görə burada da yazaq. V0 bərabərdir 0. Çünki başlanğıc sürətimiz 0-a bərabərdir. 0 üstə gəlsin. A-mız nə qədərdir? 0,5 vurulsun 2 saniyə, birinci saniyə. Bu da bərabərdir. 0,5'i 1'ə vuranda 0,5 metr bölünsün saniyəyə. O zaman burada yazarıq. Birinci saniyə üçün 0,5'e bərabərdir. 0,5 bu da birinci saniyə. Ədlərimizlə göstərdik. Sonra V2 üçün yazırıq. V2 bərabərdir 0 plus 0,5 vurulsun 2'yə. 0,5'i 2'yə vuranda edəcək 1 metr bölünsün saniyəyə. Burada zamanı 2 götürəndə sürəti də 1 götürəcəyik. Buraya yazaq V metr bölünsün saniyəyə. Burada yazaq T saniyə. Və qırıq-qırıq xətlərlə göstərsək, qrafiki çəkdik. Sonra V3 bərabərdir 0 plus 0,5 vurulsun 3'ə. 0,5'i 3'ə vuranda 1,5 metr bölünsün saniyə olduğunu tapdıq. Buna yazacağım 3, burada yazacağım 1,5. Bu şəkildə əslində davam etdirə bilərsiniz özünüzdə. Yaxşı, davam etdirsək, V4 üçün yazarıq ki, 0 plus 0,5 vurulsun 4'ə. Bu da edəcək 2. Buraya yazaram 4, buraya yazaram 2. Qırıq-qırıq xətlərlə yenə də birləşdirmiş olduq. V5-ci saniyə bərabərdir 0 plus 0,5 vurulsun 5'ə. 2,5. Yəni 5-ci saniyəyə uyğundur. Burada da 2,5. Yenə də xətlərlə göstərmiş olduq. Buradakı 5'dir. Və sonuncu V6 bərabərdir 0 plus 0,5 vurulsun 6'ya. Bu da edəcək 3. Yəni 6-cı saniyə üçündə 3'ə bərabər olduğunu tapdıq. Bu şəkildə də qrafiki ən sonda birləşdiririk
Bu olur bizim sürət zaman qrafikimiz. Yəni davam etdirsəydik bu qrafik bu şəkildə uzanmış olacaq. Belə uşaqlar və qrafikdən istifadə edərək 3 saniyə ərzində getdiyi yolu hesablayın bizə deyir. 3 saniyə ərzində biz bilirik ki, sürət zaman qrafikinin altında qalan fiqurun sahəsi verir gedilən yolu. 3 saniyə dediyinə görə bax budur və qrafikin altında qalan fiqurun sahəsi də bax bunu bizə verir. Bu fiqurun sahəsini hesablasaq, yazaraq ki o zaman, yazaq buradan, L bərabərdir. Üçbucağın, düzbucaqlı üçbucağın sahəsini verir. Bir tərəfi baxın burada 3-dür. Digər tərəfi də nə qədərdir? 1,5-dir. Yazaram onda. 3 vurulsun 1,5 bölünsün 2-yə. Bu da bərabərdir. 3-ü 1,5-ə vurulduqda 4,5. 4,5-i də 2-yə böləndə 2,25 metr. Tapdıq ki, yolumuz 2,25 metrə bərabərdir. Və 9-cu suala keçək. 9-cu sualda bizdən soruşur. Yol zaman qrafiki verilmiş cismin sürət zaman qrafikini qurmuş olacaq. Baxın uşaqlar, bizə verib burada yolumuz nə qədərdir? İstənilən bir nöqtə üzərindən gedə bilərik. Tutaq ki, bu nöqtəni götürsək, bu zaman yol 60-ı verir. L bərabərdir 60 metr və aşağıya doğru xətt çəksək, zaman da 20-dir. T də bərabərdir 20 saniyə. Və buradan sürəti tapsaq, V bərabərdir. 60-ı bölərəm 20-yə, edəcək 3 metr bölünsün saniyə. Tapdım ki, sürətim 3 metr bölünsün saniyədir. Və buradan istifadə edərək sürət zaman qrafikini qursam, V metr bölünsün saniyə bura yazaram. Bura yazaram T saniyə. Və 3 buradan ayıraram. Düz xətt keçirmiş olaram. Bu da olar mənim sürət zaman qrafikim. Bu şəkildə. Və 10-cu suala keçək. 10-cu sualda bizdən soruşur. Ellervin diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, bizdən soruşur ki, təcil müsbət olar. Təcil əlbəttə ki, dəyişən sürətli hərəkətdə müsbət ola bilər. Təcil mənfi olar. Bəli, yenə də dəyişən sürətli hərəkətdə mənfi olar. Təcil sıfıra bərabər olursa, bu bərabər sürətli hərəkət olar. Yol yerləşmə və sürətlə ifadə olunur hər ikisində. Deməli, 3, bu ikinciyə 1, 2, Y variantı tapmış olduq. 11-ci sual. 11-ci sualda deyir ki, aşağıda verilən qrafiklərdən hansı yol zaman qrafiki ola bilər? Biz bilirik ki, yol heç vaxt mənfi ola bilməz. Məhz bu baxımdan da hansı azalandırsa, bu baxımdan, baxın, məsələn, ikinci qrafik burada azalandı. Yol heç vaxt azalmır, amma həmişə artır. Ona görə də 2 ola bilməz. Birinci qrafik isə ola bilər. Və 12-ci suala baxaq. 12-ci sualda bizə deyir ki, təcili mənfi 6 metr bölünsün saniyə kvadratı olan avtomobilin 5 saniyə sonra dayanır. Onun sürət zaman qrafikini qurun. Yazaq uşaqlar. A bərabərdir mənfi 6 metr bölünsün saniyənin kvadratına. Avtomobil 5 saniyə sonra dayanır. T bərabərdir 5 saniyəyə. Sürət zaman qrafikini qurun deyir bizə. Demək ki, bizim başlanğıc sürətimiz yoxdur. Dayanır deyirsə son sürətimiz 0-dır. Biz başlanğıc sürəti tapmalıyıq ki, buna uyğun olaraq qrafiki buradan quraq. V-nin T-dən asılılığını qura bilək. Təcilin düsturunu yazsaq, A bərabərdir V minus V0 bölünsün T-yə. Gətirib yerinə qoyaq. Təcili mənfi 6-dır. Mənfi 6 bərabərdir. Son V0 minus V0 tapırıq. T də nə qədərdir? 5 saniyə. Deməli, mənfi 6-yı 5-ə vuranda mənfi 30 bərabərdir. 0 minus V0-a. Buradan da V0-ı tapsam, bərabərdir 30 metr bölünsün saniyə olduğunu taparam. Deməli, burada V0-ımız 30 olduğunu tapdıq. Və buradan bərabər yavaşlayan olduğunu artıq gözümüzlə görmüş oluruq, müşahidə edirik. Və buradan qrafiki çəkirik. Burada yazırıq 5 saniyə. Çünki burada zamanı bizə verib 5 saniyədir. Və B variantına soruşur ki, qrafika əsasən getdiyi yolu hesablayın.
Biz bilirik ki, sürət zaman qrafikinin altında qalan fiqurun sahəsi bizə verir gedilən yolu. Bax, burada da yenə də bu fiqurun sahəsi düzbucaqlı üçbucaqdır və bu düzbucaqlı üçbucağın sahəsi bizə verəcək gedilən yolu. Yenə də hesablasaq, yazaraq. El bərabərdir. Bir tərəf nə qədərdir? 30. Vurulsun 5, bölünsün 2-yə. Bu da edəcək 152-yə böləndə 75 metr. Tapmış olduq ki, deməli, qrafikə əsasən yolun uzunluğu 75 metrə bərabərdir. Bu qədər uşaqlar. Sağ olun.